Bilirsiniz ki, işğaldan azad olmuş ərazilərə böyük qayıdış proqramı həyata keçirilir dövlət tərəfindən. Biz də dövlət qurumu olaraq əhali ilə yerlərdə görüşürük və sizə qədər Laçın, Füzuli və Zəngilan rayonlarında olmuşuq. Bu dəfə də seçimi Xocalıya elədik. Əgər ana, ata sağlamdırsa, ruhdan, düşüncədən uşaq da sağlam olacaq, uşaq da istəyəcək qorumağı. Burada emosional durumdur. Emosional durum dediyim kimi biz fikirləşməliyik ki, kimlərlə danışırıq, kim bizi ruhlandırır. Cəmiyyətdə burada sizi böyüklər yaxşı başa düşsün, siz böyükləri yaxşı başa düşəsiniz. Əgər biz özümüzlə səmimi olmasaq, kiminlə biz səmimi olmalıyıq? İlk növbədə öz ehtiyaclarımızı hiss etməliyik. Stresi hansı yollarla idarə edirsiniz?